Uşaqlar, zəfər qalib gəlmək sevincli gün deməkdir. Zəfər vətənimizin sevinci, qüruru deməkdir. Bir zamanlar bizim torpaqlarımıza pis adamlar gəlmişdi. Amma igid əskərlərimiz, bizim qəhrəmanlar, ürəyi vətən sevgisi ilə dolu insanlar qalxıb torpağımızı qorudular. Onlar dağlarda, düzənlərdə, soyuqda, yağışda dayanıb dedilər, bu torpaq bizimdir. Və nəhayət, zəfər günü gəldi. Bayrağımız göylərə qalxdı. Torpaqlarımız azad oldu. Xalqımız sevindi. İndi biz rahat yatırıq, gülüb oynayırıq. Çünki igidlərimiz vətən üçün döyüşdülər, zəfər çaldılar. Unutmayın uşaqlar, vətəni qorumaq yalnız silahla deyil, yaxşı oxumaq, mehriban olmaq və dostuna kömək etmək də vətəni sevməyin bir yoludur. Uşaqlar, zəfər haqqında kim nə demək istəyir? Buyur Ləman. Küçük ürəklərdə böyük zəfər sevgisidir. Zəfər azadlığı və birliyi və sevgi nalıdır. Zəfərimiz qürurumuzdur, qürurumuz gələcəyimizdir. Uşaqlar böyük zəfər önündə. Bizim işimiz, hak işidir. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Sizcə bu mahnı nədən bəhs edir? Əsgərlərimiz qəhrəmandır. Lənkəran şəhər 9 saylı körpələr evi uşaq bağçasında vətən müharibəsində qələbəyə həsr olunmuş, zəfər paradı təşkil olunmuşdur. Dəmir yumruq əməliyyatı ilə başlanan, vətən müharibəsində qazandığı tarixi qələbəyə həsr olunmuş, zəfər paradı başlayır. Uşaqlar, vətənimizi qoruyan igid əskərlərimiz var. Onlar biz rahat gülək, oynayaq, yataq deyə vətəni qoruyurlar. Əskərlərimiz sayəsində Azərbaycan güclüdür, torpaqlarımız azaddır. Zəfərimizi şəhidlərimizə borcluyuq. Uşaqlar, zəfər qəhrəmanlarının adını kim bilir? Kazım Avusa, Bayramov İqbal, Allah verdi Sami, Şirvanov Mehman, Əhəzəli İmam Əli. Bayaq dediyimiz kimi, zəfərimizi şəhidlərimizə borcluyuq. Onlardan biri ilə sizi tanış etmək istəyirəm. Azərbaycan Müdafiə Nazirliyinin Quru Qoşunlarının polkovnik leytenantı Şirvanov Mehman 2020-ci ildə Qarabağ müharibəsində Murovdağ istiqamətində gedən xüsusi əməliyyat zamanı şəhid olub. Ölümündən sonra Qarabağ ordeni ilə təltif olunmuşdur. Şəhid İmaməli Əhədzadə həmçinin bağçamızın məzunudur. Müəllimlərinin dediyinə görə vətənə, torpağa olan sevgisi uşaqlıqdan idi. Bu sevgi onu işğal altında olan torpaqlara apardı və oranı azad etmək üçün döyüşlərdə iştirak edib qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Azərbaycan Silahlı Qüvvələrinin mayoru İqbal Bayramov 27 sentyabr 2020-ci ildə başlanan vətən müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.
işğaldan azad olunmuş torpaqlarında 3 rəngli bayrağımız dalğalanır. Amma bilirdim, bir gün zəfər gələcək. Bilirdim, ağolların yeri döyəcək. Mən səni gözləyirdim, Azərbaycan əsgəri. Bugün Kiçik Qəlblərdə Böyük Qürur adlı layihəmizin sonuncu günüdür uşaqlar. Hər birinizə fəal iştirakınıza görə təşəkkür edirəm və diplomlarla təltif olunursunuz. Mehdizadə Amir.